Subarkalı yine bir sizlərə danışıb bərədan maşinimiz 2013-cü ildə işlət çıxarılan H9 variantdaki yeni kondisionerli lüks variantdaki Matizimiz oladı. Maşinimiz 2013 sastensiz zor halatda 4 tane bavulları hələ taza koyulğan yumşaq balon H9 biləsə zavodski diskiyə bilən duqa da gələdi. Kondisionerlərin boladı və metan qaz 2026-cı ildə koyulğan. Bu maşinimiz qızıq deyirə başlanğıcına qıdiyətə 8 ya 10 milyon son pul ətrafında bu adam olsa qalğanını egələrini özləri bilən gəlişib 2 ya 3 iləcə bölüb bəriş variant əsasında masanızda boladı. Videolarımız yakıt turğanımıza bir dənə like da basıb bizlərə abunə olub koyunlar. Çünki nəsiyə savda, naqbıl, aksiyalik, başlanğıc tolasız maşinlərini çıxarıb barışda davam etəniz və videolarınızı maksimal tərxat bara verəsilər. Maşinimizin özünə naqb alamanda sizlə baxasını 38 milyon somat kullanımız benim olaq gəlib durub xəritətə basızla boladı. Sastensiz zor, yeçerində rasxod yox. Like basıb, bizlərə abunə olub, kardeşliyə yetiş maqsadında maksimum tərxat işəddən çıxmasın. Sizlərdən bizlərə qalan yardan birdən aşırız. Bizlərdən əsas sizlərə ilacı barca köprək maşinlarına arzalaraq narxda zor satsiyadagi maşinlarını çıxarıb başda davam etəmiz. Sən mələyizin avtosiyadakı tükkalamız, mənzilimiz Ürgənç Gülən yolu Sputnik Sitafor yanında.